Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz ədədlərin müqayisəsi və sıra sayılarıdır. Damla nəşriyyat 1-ci sinifdən. Gəlin görək içində nələr var bu testlərin. Elə isə başlayaq. Uşaqlar, birinci sual belədir. Ağacdakı meyvələrin sayını müqayisə edək. Hansı müqayisəyə doğrudur? Gəlin baxaq. Birinci ağaca baxırıq. Birinci ağac. Alma ağacıdır və 5 ədəd almamız var. İkinci armud ağacıdır. Neçə armudumuz var? 8 armudumuz var. Deməli, hansı daha çoxdur? Armud çoxdur. Birincidə deyir alma çoxdur. Yox. İkincidə deyir armud çoxdur. Bəli, cavab B-dir. Burada da bərabər deyir yox. Deməli, nədir? Armud daha çoxdur. B variantı düzgün cavab oldu. Sual 2. 6 üstəgələ 3 yoxsa 4 çıxağı 3? Gəlin baxaq. 6 üstəgələ 3 neçə eləyər? 9. Bəs 4 çıxağı 3 neçə eləyər? 1. Hansı çox olar? Belə bir şar ola bilər. O da hansıdır? C variantı. Çünki 9 birdən çoxdur. Sual 3. Gəlin baxaq. Böyürtkən görürük birincidə və sayı neçədir? 7 ədəddir. İkincidə gilas görürük. Sayı neçədir? 7 ədəddir. Bunlar nədir? Bir-birinə bərabərdir. Belə. Belə uşaqlar, bugünlük bu qədər. Yəni, bu indi isə keçdalıq sıra say hissəsinə. Deməli, sual 4-ə baxırıq. Üçüncü canlıdan əvvəl və sonra hansı canlılar gəlir? Üçüncü canlını tapırıq öncə uşaqlar. Üçüncü canlı hansıdır? Dovşan. Bizdən soruşur, dovşandan əvvəl nə gəlib? Dovşandan əvvəl it gəlib. Deməli, birinci itdir. Sonra nə gəlib? Ördək. İt və ördək hansıdır? B variantında. Sonra 5-ci suala baxırıq. Uşaqlar, 8 nədən əmələ gəlir? 5 ilə 3-ün cəmindən də, deməli, ulduzun yerinə 3 olacaq. Bəs 7 3 ilə neçənin cəmindən əmələ gəlib? 4-ün. Aha, indi bizdən soruşur, 3 üstə gəlinsin 4. Böyükdür, x neçədənsə də sual işarəsidir. 3 ilə 4-ün cəmi neçə eləyər? 7 eləyər. Bəs 7 nədən böyük olar uşaqlar? 9-dan böyük olarmı? Yox. 7 7-dən böyük olarmı? Yox. 7 nədən böyük olar? 6-dan. Başa düşdünüz? Yəni, beləcə bəsit. Sonra növbəti sual. 6-cı sualımız belədir. İkinci və 4-cü gülün üzərindəki ədədlərin cəmini tapın. Gəlin baxaq. İkinci və 4-cü gülün üzərindəki ədədlərin cəmini tapaq. Belədir uşaqlar, baxın, ikinci gül hansıdır? Baxın, bu birinci güldür. Bu 2, bu 3, bu 4, bu 5. İkinci güldə nə var? 6. Bəs 4-cü güldə nə var? 2. 6 ilə 2-nin cəmi neçə eləyər? 8. Baxın, bu qədər bəsit, yəni bu qədər asandır. Belə uşaqlar, bugünlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Sonda kanalımıza abunə olmağı və dəstək olmağı unutmayın. Görüşənədək hələlik.